Yusifi bazara gətirib çıxartdılar satmağa. 5-6 yaşı var idi Yusifin. Gətirdilər satmağa. Quran buyurur ki, müştərisi yox idi Yusifin. Alan yox idi Yusifi. Yusif Allahın hüccəti, Allahın xəlifəsi. Axırda Quran buyurur ki, ucuz qiymət aldılar. Müğənni qızlar, rəqqasə qadınlar gətirib satırdılar orada, baha qiymət alırdı cəmaat. Bir dənə bazar səhnəsində Allah nə böyük fəlsəfə açıqlayır. Qul bazarıdır. Hər sözündə hikmət var da Quranın. O xanəndənin müştərisi çoxdur. Başqalarını baha qiymət alırlar. Yusif üçün müştəri yoxdur, alan yoxdur. Axırda biri dedi ki, bu qərib uşağa rəhm eləyin. Yusif dedi ki, o adam ki, 6 yaşında Yusif dedi. O kəs ki, onun Allahı var, qərib deyil o. O qərib deyil. Niyə Yusifin müştərisi olmur bu dünyada? Niyə Yusiflərin müştərisi olmur? Niyə Yusifləri alan yoxdur? Niyə Hüseynin müştərisi yox idi? Niyə Hüseynə tərəf 72 nəfər gəldi? Niyə 10 minlərlə insan onun qarşısında dayandı? Bunlar hamısı suallardır. Gedin, düşünün, tapın. Məhərrəm bunun üçündür. Artıq yarıdan keçib ərbəyinə doğru gedirik. Çoxlu suallar var ki, adam özündən soruşsun.